Məmməd Qasım Əliyev Tiflis Geodeziya məktəbində təhsil alıb. Ailəsinin maddi imkanları məhdud olsa da, ona verilən cüzi təqaüd təhsil həvəsini azalda bilməmişdi. Beləliklə, Məmməd Qasım Əliyev Sankt-Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olmuşdu. Məmməd Qasım bəy burada yüksək göstəricilər əldə edərək leytenant rütbəsi ilə məzun adını qazanıb. Məktəbi bitirdikdən sonra Məmməd Qasım Əliyev müxtəlif bölgələrdə topoqrafiya işləri ilə məşğul olub. O beynəlxalq sərhəd komissiyasının tərkibində Türkiyə-İran sərhədlərinin müəyyənləşdirilməsi layihəsində çalışıb. Bu müddətdə Babil və Şüştər kimi tarixi şəhərlərdə olaraq xarici həmkarlarının təcrübəsini mənimsəyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Məmməd Qasım bəy Azərbaycanda topoqrafiya işlərinin təşkili üçün mühüm addımlar atıb. O hərbi nazirlikdə topoqrafiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub. 1919-cu ildə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə hərbi ataşe olaraq göndərilməsi isə Məmməd Qasım bəyin tarixə keçməsi ilə nəticələndi. Belə ki, Məmməd Qasım Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ilk və yeganə hərbi ataşesi idi. Məmməd Qasım bəyin Tiflisdə teleqrafçı və təyyarəçilərin hazırlanması təşəbbüsü də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. O bu sahədə kadr hazırlığı ilə bağlı təkliflərini yerli hakimiyyətlə razılaşdırdı və nəticədə 19 nəfər kurslara göndərildi. Onlardan bəziləri radioteleqrafçı, bəziləri isə hərbi təyyarəçi olaraq hazırlandı. Azərbaycan hərbi hava qüvvələrinin yaradılması da bu səylərin nəticəsi idi. Radioteleqrafçıların hazırlanmasında Məmməd Qasım bəyin rolu ayrıca vurğulanmalıdır. Onların fəaliyyəti sayəsində Azərbaycan hökuməti xarici ölkələrlə əlaqə saxlaya bildi. Hətta 1920-ci ilin martında ilk milli teleqraf agentliyi olan Azərtacın yaradılması mümkün oldu. Lakin həmin ilin aprelində Cümhuriyyətin süqut etməsi bu kimi təşəbbüslərin davamlılığını təmin edə bilmədi. Məmməd Qasım Əliyev yalnız hərbi sahədə deyil, həm də elmi fəaliyyəti ilə seçilirdi. 1928-ci ildə Latın əlifbası ilə yazılmış geodeziya dərsliyi də Məmməd Qasım Əliyevin adını Azərbaycan elmi tarixində əbədi olaraq yazdırıb. Bu dərslik ilk dəfə Azərbaycan dilində geodeziya terminlərinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. O həmçinin topoqrafik xəritə çəkmə, mühəndis geodeziyası və digər sahələrdə tədqiqatlar aparıb. Əl ilə hesablamalar əsasında çox geniş miqyaslı xəritələr hazırlayıb. 1940-cı illərdə Azərbaycan Elmlər Akademiyasının coğrafiya sektorunda xəritə çəkmə işlərinə rəhbərlik edən Məmməd Qasım bəy bir çox xəritə və atlasın hazırlanmasında da xidmət göstərib. Azərbaycan SSR-nin kompleks atlasının müəlliflərindən biri olan Məmməd Qasım Əliyevin bu sahədə gördüyü işlər xəritə çəkmə elminin inkişafına ciddi töhfə verib. Məmməd Qasım Əliyevə aid materiallar, şəxsi əşyalar, foto şəkillər və elmi işlər qızı tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilir. Bu materiallar arasında onun geodeziya ölçü alətləri və unikal xəritələri xüsusi diqqət çəkir.